Fransa Mərakeş maçından sonra kütləvi ixtişaşlar ola bilər. Buna görə də ərazidəki bütün metro stansiyaları bağlı olacaq. Paragvayda keçirilən San Juan festivalında Kylian Mbappe'nin heykəli yandırılıb. Fransa Mərakeş maçından öncəki mətbuat konferansında Brahim Diaz suallara cavab verərkən jurnalistlər arasında dava düşüb. Buna görə də mətbuat konferansı yarımçıq dayandırılıb. Norveç millisi qaldığı oteli dəyişdirib. Səbəb otelin yaxınlığında böyük bir tikintinin getməsi, çimərliyin çox uzaqda yerləşməsi və otaqların keyfiyyətsiz olmasıdır. Belçika millisi isə FIFA'dan xahiş edərək məşq bazasının yerini dəyişdirib. Səbəb məşq bazasının standartlara cavab verməməsidir. Belçika millisinin futbolçusu Yuri Tillemans bu dünya çempionatında ən çox qaçan futbolçudur. O 61 kilometr məsafə qət edib. Lamine Yamal'ın sevgilisi Ines Garcia sevgilisi Lamine'dən xahiş edib ki, o dünya çempionatının finalına qədər irəliləsin. Ines Garcia Justin Bieber'i canlı görmək istəyir. Qeyd edim ki, final maçı zamanı fasilə anında Justin Bieber çıxış eləyəcək.